Ruhiyyə xanım, Bəli, aça bilmirdim, mənim mikrofonu bəli. zırılsın. Müəllimə, deməli 300 basketbolda 675-in xaricindən top atılırsa, İki xal, o da bir xal, 2 xal. Daxilindən bir xal. 1 xal. Bəli. Komandanın fol limiti nə qədərdir? 6-dır, 7-ci olanda artıq cərimə sayı da artır, Neçə zərbələr dəyişir. atılır? Xaricdən atıldığı zaman 2 xal, 2 Yox, cərimə atışı. Bəli. müəllimə qalsın, zəhmət olmasın. Baxın 7-ci, 8-ci, 9-cu folda nə baş verir? E, 2 2 cərimə xal, atılır 2 cərimə atışı, bəli. və topun yayılması kimə keçir? Rəqib komandaya. Rəqib komanda. Yaxşı, 10-cu folda və sair 10-11-ci folda 2 xal olur, amma top həmin komandada qalır. top həmin komandada qalır. Bəli. Bəli, Xal olur, top həmin komandaya verilir. Düzdür. bəli. 300 basketbolda nə qədər time-out götürmək olar? 30 saniyə. Bəli, 30 saniyə neçə dəfə? Bir komanda Bir neçə dəfə. time-out götürür? Bir dəfə, bir dəfə. Bir dəfə. Time-out nə vaxt götürülür? Time-out oyun bərabərə qaldıqda Yox, müəllimə. Time-out nə vaxt verilir? Nə vaxt götürmək olar time-out-u? Top ölü vəziyyətdə olanda. top oyunu vəziyyətdə olanda, bəli, bəli. Müəllimə, top ölü vəziyyətdə olanda deyəndə nə başa düşürsünüz? Yəni top kənara çıxanda da, oyun kənara çıxanda, top Vaxt dayandıqda, vaxt dayandıqda, bəli, ölü o vəziyyət. zaman olur deməli top ölü vəziyyətdə. Vaxt dayanırsa top ölü vəziyyətdə sayılır. Ölü sayılır. Bəli. Bəli. Yaxşı, baxın time-out'u götürülməyəsə time-out əlavə hissəyə keçər, Bəli, keçir. Bəli. Əlavə bəli, hissəyə bəli. bəli, götürülməyən time-out. Yaxşı, nə qədər oyunçu dəyişiklik etmək olar burada? Oyunçu dəyişikliyi məhdudiyyəti yoxdur və oyunçu dəyişilən zamanda ölü top vəziyyətində dəyişilir. Həmçinin də hakimdən icazə almağa ehtiyac yoxdur. Ehtiyac yoxdur. Bəli, ehtiyac yoxdur. Düzdür. Yaxşı, baxın hansı faullar 300 basketbolda mövcuddur? Texniki faul, Bəli, diskvalifikasiya, bəli. e, Kontaktlı faul, kontaktlı faul, bəli. kontaktlı faul, bəli. Bəli. Sonra qeyri-idman faulu, qeyri-idman faulu, Qeyri-idman faul. bəli, qeyri-idman faulu. Kontaktlı faul edilən zamanı müəllimə, atış olmayan zamanı kontaktlı faul olubsa, onda oyun hardan bərpa olunur? Necə bərpa olunur? Xəttin arxasından. Bəli. O necə, o proses necə adlanır? 6.75 metrlik xəttin arxasında. Çeklədim. Xəttin Çəklə. arxasından. Çeklə. Bəli, Çək. çəklə. Oyun davam, bəli. Bəli. Müəllimə, nə vaxt oyunu biz çəklə başlayır oyunçu? Texniki fauldan sonra da. Yox, müəllimə. Nə vaxt belə deyək də, bir kəlmə ilə ki, həmin o vaxtdan sonra, oyun bərpa olunandan sonra çəklə başlanılır. Deməli, Dərması yerinə yetirildikdən sonra. ölü topdan sonra vaxt dayandığı, sonra bərpa olunur, çəklə oyun başlanılır. Çəklə. Bəli. Nümunə kimi deyək. Deyək top çıxdı out'a. Out'a Bəli. getdi. Nədir bu? Çəklə oyuna başlanılır. Çəklə. Bəli. Ya da texniki faul atılır. Texniki faul atıldı, texniki faul. Sonra oyun necə başlanır? Çəklə. Çəklə. Qeyri-idman faulu oldu, oyun dayanır, vaxt dayanır. Cərimə atışı atılır, oyun necə başlanır? Çəklə. Yenə çəklə. Bəli. Yenə çəklə. Aydındır, çəklədir. Bəli, bəli. Çək edilən zaman müəllimə, arada oyunçular arasında məsafə nə qədər olmalıdır? 2 metrə. Müdafiə hücumçunun arasında minimum neçə metrə məsafə olmalıdır? 1 metrə. 1 Bir metrə. 1 metr, Bəli, bəli. 1 metrə. 1 metrə məsafə olmalı. Düzdür, 1 metrə. Topu neçə çiləmədən neçə addımdan atmaq olmaz?
2. 2. Bəli, 2. 2 addımdan artıq atmaq olmaz. Düzdür, Bəli. 2. Bəli. Dünya çempionatında Ruhiyyə xanım neçə komanda iştirak edir hal-hazırda? 24. Hə, indi dünya çempionatında 20. 20. Bəli, 20. Ən çox Avropa dünya çempionatında çempionatında 16. qalib gələn hansı komandadır? ABŞ komandası qadınlar arasında. Yox, Serbiya. İlərdə də Keplərdir. Rusiya. Yəni Serbiya, Yox. işlər arası Serbiya, Serbiya. 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 Bəli, dünya çempionatında ən çox qalib gələn Serbiya komandasıdır. Bəli. Və bu oyunda minimum neçə oyunçu olmalı ki, oyun davam etsin? Minimum neçə oyuncu? Bir. Üç oyuncu. Bir oyuncu da olsa, yəni İllərdə oynanıla Bir bilər. oyuncu. Oyuncu Bəli. sayında məhdudiyyət yoxdur. Yəni az da olsa oyun davam edir. Bəli. Bir oyuncu olmalıdır ki, oyun davam etsin. Düzdür. Oyun başlamamışdan əvvəl 3 oyuncusu yoxdursa, W0-la qeyd olunur, rəqib komanda artıq qalib sayılır. bəli, qalib sayılır. Düzdür, qalib sayılır. Və 300 basketbolda mübahisəyə top edilən zaman top kimə verilir? Heç hakim başlayır. Yox. Müdafiə. Müdafiə olunan komanda. Müdafiə olunan komanda. Bəli. Bəli. Müdafiə olan komanda verilir. Top. Aydındır müəllimə? Bəli. Tamam, çox gözəl. Yaxşı. Elnora xanım, 2-3 dəqiqə sizdən söhbət edək. Bəli, müəllim. Elnora xanım, siz deyin görün mənə. 300 basketbolda ilk dəfə Avropa çempionatına vaxt keçirilib. 2020. 2014-cü ildə. 2014-cü ildə. Və 2014-cü ildə keçirilən bu Avropa çempionatında bizim yığma komandamız iştirak edib. 2014-də bəli. İştirak edib, bəli. Bəs 2017-ci ildə bizim yığma komandamız deməli 4-cü İslam Həmrəyliyi oyunlarında neçənci yerə çıxdılar? Birinci yeri tutublar kişilər arasında. Bəli, bəli, birinci yerdə. 2024-cü ildə Olimpiyadada bizim yığma komandamız iştirak etdi. Bəli, Parisdə olan Bəli, Parisdə olanda iştirak etdilər. Düzdür. kimi iştirak edib. Düzdür. Yaxşı, müəllimə 675-in xaricindən top səbəti atılır. Baxın, 675-li boxun xaricində top səbəti atılır və qeyri-idman faulu baş verir. Top səbətdən keçsə 2 xal, 1 zərbə atışı. 2 xal, 1 cərimə atışı. Bir Onu zərbə sevmədim. atışı. Top səbətdən keçməsə Deməli 1 xal, yox, 2 xal, 2 zərbə atışı. baxın müəllimə. Bir xal bir zərbə Bal atışı. verilmir. İki zərbə atışı. Dəqiqə. Keçməyəndə hə düzdür, 2 zərbə atışı. Baxın bu 675-in xaricindən. Siz topu səbətə atırsınız. Mhm. Bir şey gəlib gol edirəm sizə qarşı. Gol edirdi və top səbətdən keçdi atış zamanı. Baxın keçdi. Top səbətdən keçdi. 2 xal verdi. 2 xal sayılır. 2 xal, 1 Tek zərbə. maç atılacaq. 1 cərimə atışı. 1 Bəli. cərimə atışı. Amma top səbətdən keçməsə 2 zərbə atışı. 2 cərimə atışı. Bəli, 2 cərimə atışı. Düzdür. Və 675-in daxilinə top səbətə atılır və gol baş verir. Onda necə bəs? 1 xal, 1 zərbə atış. 1 xal, 1 cərimə 1 atışı. xal, 1 zərbə atışı. Bəli. Aha. Top səbətdən keçməsə Keçməsə 1 zərbə atışı. 1 cərimə atışı. Bəli, 1 cərimə atışı. Bu aydındır. Bəli. 675-li xəttdən top atılır səbətə neçə xal verirlər? Yenə də 1 zərbə atışı. 1 xal, 1 zərbə atışı. Neçə xal verirlər? 1 xal verirlər. 1 xal, 1 xal, bəli. Bəli, 1 xal. 675-li xətt üzərində top səbət atılırsa 1 xal verilir. 1 xal. Düzdür. Növbəti. Deməli, basketbol topun ölçüsü nə qədərdir? Çəkisi və ölçüsü. Çəkisi 680, 620.
580 610. 500, 580, 620. Aha. Aha. Çevrəsi amma 715, 730. Bəli, 715, 709. 730. 1 metr. Düzdür. Yaxşı. İndi gəlin o testlərin cavablarını deyim, baxaq, sonra keçək böyük basketbola, klassik basketbola. Ahmet müəllim, hansı testin cavabını deyirsiniz ki, orada çox test atılıb, qruplarda çoxdur. Yox, dünən göndərdim bu qrupa müəllimə. Amma mən Basketbolun. içində Bütün də varam. basketbolun testi. Ahmet müəllim o ikinci test atmışsınız dünənləri 25-ə qədərdir o. Bəli, Özünüz bəli, elə. bəli. Bəli, 25-ə kimi, bəli. Mən onu Ahmet şifahi müəllim, eləmişəm, sizin sonra da içinə də cavabları gəlib. təkrar yazmışam. Hə, indi deyirəm cavabları, bax. Yoxlayaq hə. Yazmışam. Şifahi oradan oxumuşam Bəli. cavablarını. İndi deyirəm, bax. Dəftərdə. Deməli, 1B, 2A, Birinci B-dir. 1B, 2A, 3C, 3C düzdür. Y, 4 5B, 4 5 Altı. neçə? B, 6C, 7B, 8C, 9C, 10D, 11Y, 12D, 13C, 14B, bəli, 14B, 14 B-dir. bəli, Məsələn. 15A, 16C, 17A, 18C, 19 17 nə oldu? 17 B oldu. A müəllimə. Bəli. A. 18D, D. 18C, D, 18 D. 18 Mən də ilə 19A, 20B, 21D, 22D, 21D, 22D, 23 də 23 bəs. 23. 23A, 24D, Müəllim, üzr istəyirəm. Səslər qarışdı. Mən 22-ni eşidə bilmədim. 22D, dadaş, D. 23A, 24D, 25B. 25 B. Müəllim axşamınız xeyir. Axşamınız xeyir. Mən burada ikisini də mən eşitmədim. Bunlarda cavab. O birilərini yazmışdım bugün işte hamısını. Aha. 19'a kimi yazmışdım. Amma 19'u Ay, düzgün ay. eşitmədim. Bir də Mən zəhmət deyirəm, olmasa. Ahmet müəllim, mən birincinin də cavabını yazmışdım. Çaşmışam birincinin sualları deyirəm, niyə hamısı səhv çıxıb bunun? Bəli, Deməli, birinci B-dir, ikinci A-dır, üçüncü Bəli, C-dir, bəli, bəli, dördüncü E-dir, Y. Beşinci B-dir, bəli, altıncı C-dir, Bəli. yeddinci B-dir, bəli, səkkizinci C-dir, bəli. doqquzuncu Y-dir, Yo, 10-cu 9C. D-dir. Demək olar ki, cavabların çoxunu düz yazmışam. Mən də deyirəm, bunun hamısı niyə səhv çıxır? Hə, sürüşdürmüşsünüz. Ha, bəli. 11-ci Y, yox, elə bir birinci testin cavabları götürüb yoxlamışam. Bəli, bəli, bəli. Ha, 11-ci Y-dir, 12-ci A-dır, 13-cü 12D. B-dir, 12D, 12-ci səhv eləmişəm, hə, D, 13 B-dir, 13C, C, hə, 14, 14B, Düz 15A, yazmışam. düzdür, 16C, C, bunu səhv eləmişəm, 17A, düzdür, 18D, 19, 19A, aha, düzdür, 20B, 20 B, 21D, 21 D, 22D, 23A, 24D, 23A, düz yazmışam. 25B. 25 B, ha. 24 D düz yazmışam. Mən- 3 dənə mənim- sıfır çıxdı, Mənim qalanları düz 22 yazmışam. 22'ni D dediniz D. 22 dadaş. Bəli.
Dedi. Hə, Mən düz orada yazmışam. 22-ci sualı biraz aydınlıq gətirək də. Baxın, baxın, 20, gözlə. 20'ye bakardıq birinci. 22-ci sualda müəllim D 3 sərbəst atış verilir, haqqı verilir. 3 sərbəst atış. 300 basketbol oyununda bütün texniki cərimələr üçün hərzin bir sərbəst atışı. Mən D dediniz, ona görə 3 Bunlar sərbəst. səhv götürür. Bir sərbəst atışı. Ha, orada mən də elə bilirdim. Bəli. A Onda variantı. cavab A olur da, Aferin, 22-də A. bəli, aferin. Onda 23-də də dəyişiklik üçün hakimlərə müraciət etmək məcburiyyətində deyillər olmalıdır, amma hakimə Hə, bəli, dediniz. bəli. Amma Deyil, orada A dediniz, amma D idi Deyil. cavab. deyil, bəli. Onda 24-də də baxın məncə, çünki buralarda Peki. biraz qarışıqlıq oldu. 23'te D 300 oldu basketbol müəllim. oyununda hər komandanın neçə dəfə dəqiqəlik fasi bir dəfə 30 saniyə. Bəli, D. A. 4. Düzdür. 18. 18-ə baxaq. 18 deyə 300 basketbol oyunu 7, 8, 9-cu komanda cərimələri üçün hər zaman neçə sərbəst atış haqqı? 2 də müəllimə. Bəs niyə D dediniz? 18'i D D dedi. dediniz. 18 C deyib mən. Müəllim. C. Ahmet 18 müəllim, Bəli. bir dənə 20-ci suala zəhmət olmasa baxa bilərik. Neçə? 20-ci sual. 20 məndə də. Komanda faul limiti neçədir? Hə, 6-da foul limiti 6 deyil. 6. Hə, B D-dir də. dediniz siz. Siz. Deyil. Dadaş. Məndə də səhvdir, onda dedi o. Deyil. Hə, siz D B deyil. dediniz. Bir də baxaq. Ha, mən D yazmışdım. Siz B dediniz, mən də B yazdım. D yazmışdım amma. B cavabı B götürdülər. Amma deyildi. Limit 20, Ha, 21. D. 21'də mən S yazmışam. komanda. Onda səhv yazdım. Foul limiti 21-də çatandan sonra də D 2. 21-də C. 20 C'dir. Hə, Hə, düz bu- yazdım. aynen, Düz onda yazdım. Mən də fasil- C yazmışam. Sizsə 21-də C deyil. Bəli. 21 C'dir. Ha, mən C yazmışdım, D elədim. Siz o. Yox. Belə Cavablarını səhv yazıblar. Bəli. Ha, ona görə mən deyirəm, baxın bu boyda səhv eləmişəm. Nədir bu Bəli, belə? bəli. Bu qədər bir səhv Tamam. var. Yox. İndi keçək biz basketbola. Basketbol. Deməli, basketbolun yaranma tarixi başlayır 1891-ci ildə. Kim tərəfindən? James Naismith tərəfindən. O da James. bəli. O da müəllim olub. Və kollec müəllimi olub. Və onun tələbələri başlayıblar topu səbət atmağa. Və səbətdən görürlər top düşmür. Başlayıblar o topun altındakı atdığı kəsiblər və götürüblər. Sonra yenidən atıblar. Deməli, basket səbətdir, vol Top. bəli. Deməli, 1891-ci ildə basketbolun yaranma tarixi başlayır. 1891-ci ildə. Bundan 3 il sonra 1894-cü ildə bunun qaydaları işlənib hazırlanır. 1894-cü ildə. 1932-ci ildə FIBA yaradılıb. Assosiasiya. Elə bir ki, assosiasiya federasiyadan üstündür. FIBA yaradılıb. FIBA. Bundan 3 il sonra 1935-ci ildə Avropa çempionatı keçirilir kişilər arasında. Avropa çempionatı. Kişilər arası. Bundan yenə 3 il sonra 1938-ci ildə Avropa çempionatı keçirilib. Harda? Qadınlar arası daha doğrusu. Avropa çempionatı qadınlar arası keçirilib. 1938-ci ildə. Və Olimpiya proqramına daxil edilir 1936-cı ildə Berlində keçirilən Olimpiyadada kişilərin komandası. Kişilərin. Berlində. Qadınlar nə vaxt iştirak edib? Qadınlar 40 il sonra 1900
76-cı ildə Montrealda keçirilən olimpiyadada qadınlar başlayıblar çıxış etməyə. Qadınlar. Olimpiya oyunlarında. Azərbaycanda yaranma tarixi bunun başlayır. 1900 20-ci ildə. bəli, 20-ci ildə. Və SSR dağılandan sonra bizə yaradıldı federasiya. Azərbaycan Basketbol Federasiyası. 1992-ci ildə. Və FIBA-da üzvü oldu 1994-cü ildə. 94-cü ildə. Bəli, bəli. Azərbaycan Basketbol Federasiyasının bu dəqiqə prezidenti Emin Əmirullayevdir. Emin Əmirulayev Azərbaycan Basketbol Federasiyasının prezidentidir. Və bizim nailiyyətimiz birinci yerə biz 2005-ci ildə İslam Həmrəyli, birinci İslam Həmrəyli oyunlarında birinci yerə çıxmışıq. İndi keçək oyunun qaydalarına. Bu tarixidir. Meydançanın baxın ölçüsü, uzunluğu 28 metrədir. 28. Eni 15 metrədir. 15 metrə. Xətlərin eni 5 santimetr. 5 santimetr. 5 santimetr. Belə bir qofs var. Onun diametri 360 santimetrdir. Radius isə 180 santimetrdir. 180. Qofs var. Böyük bir qofs. Bunun radiusu 3 basketboldakı kimidir. 675 santimetr. Ahmet müəllim, üzrü sayın müəllimlərdən xahiş eləsək səsləri bağlaya bilərlər. Çox xışıltı gəlir. Xışıltı gəlir. Cərimə meydançası. Baxın, bu cərimə meydançasıdır. Cərimə meydançasının uzunluğu 5 metrə 80 santidir. Eni 490 santimetrdir. Cərimə meydançasında qarşısında belə bir qofs var. Elə bir şey, bunun radiusu. Baxın, bu dairənin yarısı buradadır. Yarısı cərimə meydançasının elə bir şey altında qalır. Baxın, belə bir şeydir. Belə bir şey. Və cərimə atışları atılan zamanı oyunçu bu qofsa daxil olur və bu qofsun içindən cərimə atışı atır. Belə bir yarım qofs var səbətin altında. O da belə bir adlanır ki, polsuz itələmə. Burada hansı bir qayda pozuntusu itələmə baş verirsə, hücum gəldi, müdafiəçi itələdirsə, heç bir cərimə atışı verilmir. Bunun da radiusu 1 metrə 25 santimetrdir. 1.25. 1.25'dir. İndi keçək səbətə. Səbət. Səbət. Səbətin uzunluğu 1.80'dir. Dünən də dedik bunu. Eni 1 metrə 5 santidir. Bunun içində belə bir kvadrat var. Bunun uzunluğu 59'un 45'ə. Düz bucaqlı. 59'un 45'ə. Səbətin diametri 45 santidir. Səbətin altındakı bu setkanın uzunluğu da 45 santidir. Səbətin hündürlüyü 3 metrə 5 santidir. 3-5. Və səbətin, baxın, bu lövhənin altına kimi, bu lövhənin altına kimi 2.75'dir. 2 metrə 75 santidir. Lövhənin altına kimi.
2 metrə 75 santdır. Bu lövhənin altına kimi. Və ondan sonra elə bir ki 15 santı bura kimidir? Etdi nə qədər? 2,90. Sonra 15 santı budur. 3 metrə 5 santı. Bu xırdalık lazım deyil, amma dedim hər ehtimala qarşı. Bu oldu bizə səbəb. Keçək indi topa. Top. Top iki kateqoriyalı olur. Bu topun ölçüləri dəyişir. Və başqa cür idi. Sentyabr ayına kimi 2025-ci ildə bu ölçülər dəyişdilər. Daha da müasirləşdi top, daha da rahat oldu top. Topun iki kateqoriyalı olur top. Deməli, lər qadınlar üçün və kişilər üçün. Qadınlar üçün topun çəkisi 510 557 qram. 557. Çevrəsi isə bunun gəlir 715-730 milimetrdir. Kişilər üçün. Çəkisi 580-in 620 qramdır. Çevrəsi isə 750-nin 700 deməli 75 bir dəqiqə. Deməli, kişilər üçün topun çəkisi 580-in 620 qramdır. Çevrəsi isə deməli çevrəsi 750-nin hardasa 75 75 bu. Çevrəsi 75. İki kateqoriya olur top. Həm kişilər üçün, həm qadınlar üçün topun çevrəsi və topun çəkisi. Kateqoriya olur. Oldu bizə top. Qaydan meydançı. Oyun. Deməli, oyun necə başlanır? Oyun başlanır birinci necə hakim atır, hava atışını topu yuxarı. Oyun iki hissədən ibarətdir, 4 dövrə. Deməli, birinci hissə, ikinci hissə. 4 dövrə oynanır. Birinci, ikinci dövrə, üçüncü, dördüncü dövrə. Hissələr isə 20 dəqiqə oynanır. 20 dəqiqə oynanır. Hissələr arası fasilə 15 dəqiqə olur. Hissələr arası fasilə. Və dövr arası fasilə 2 dəqiqədir. 2 dəqiqə. 2 dəqiqə. Amma ikinci, üçüncü dövr arası burada da 15 dəqiqədir. 2 ilə 3 arası 15 dəqiqədir. Növbəti. Time-outlar necə götürülür? Birinci hissədə 3 time-out götürülür. 2 time-out bitiyor. İkinci hissədə isə 3 time-out. Bu götürülməyən time-outlar hissədən hissəyə keçmir. Amma dövrdən dövrə birinci, ikinci dövrə keçir. Amma yadda saxlayın ki, hissədən hissəyə keçmir. Birinci hissədəki time-out ikinci hissəyə keçmir. Deməli, burada sən birinci hissədə götürmədinsə, ikinci hissədə bu iki time-out yanır.
götürmək olmaz. Və sən 4-cü dövrənin bitməyinə 2 dəqiqə qalmış, 2 dəqiqə qalmış götürsənsə, onda bunun biri yanır. Onda sən 2 time-out götürə bilərsən. Çünki 2 dəqiqə qalır. Time-out'un da müddəti 1 dəqiqədir. 1 dəqiqə time-out'un müddətidir. Əgər hesab heç olsa, o zaman 2 dəqiqə fasilə verilir, overtime təyin edilir və 5 dəqiqə də oynanılır. O 5 dəqiqə də oynayanda bir time-out götürmək olur. Və time-outlarda, üç basketbolda kişimidir. Top ölü vəziyyətdə olanda time-outlar götürülür. İndi, deməli, burada, baxın, elə bir ki, masadır bu, hakim masası. Hakim masasıdır. Hakim masası. Və hakim masasında kimlər oturur? Yadda saxlayın. Deməli, hakim masası tablonu sıfırlayan hakim var, tablonu sıfırlayan hakim. Sonra saniyə ölçənə baxan, komissar var, katib var, katib köməkçisi var. 2 metrə aralıqda bu tərəflərdə otururlar. Ehtiyat skamyası olur. Ehtiyat oyuncular. Və bu katib masası ilə də oyun başlayanda birinci səbətlər seçilməlidir ki, necə seçilir? Kim hansı səbətdə oynayacaq? Hakim masasına üzü, deməli, meydançaya tərəf dayanırsansa, sol tərəfdə oturur ev yiyəsi. Onda sol tərəfdəki səbət ev yiyəsinin olur. Sağ tərəfdəki olur onda. Kimin? Oyuncusu, qonaq oyuncusunun. Qonaq oyuncusunun olur. Ev yiyəsi adətən ağ paltar geyinir. Köhnə markaları olan ağ rəng olur. Ev yiyəsi. Adətən. Və oyun necə başlanır? Deməli, 2 oyuncu, bir komandadan bir oyuncu burada durur, bir oyuncu burada. Hakim havatışı ilə oyunu başlayır. Yalnız hakim bir dəfə oyunu havatışı ilə başlayır. O da hansı dövrdə? Birinci dövrdə. Yalnız bir dəfə. Topu A komandası deyə yiyələndi və hücuma başlayırlar keçməyə. Bir saniyə qaydaları var basketbolda. 3 saniyə, 5 saniyə, 8 saniyə, 14 saniyə və 24 saniyə qaydası var. 3 saniyə. Deməli, yadda saxlayın ki, bu meydança adlanır arxa zona, arxa hissə, arxa zona. Ön zona isə rəqibin zonasıdır. Rəqibin sahəsi ön zonadır. Amma mənim sahəm arxa zona adlanır. Arxa. 3 saniyə. 3 saniyədən artıq rəqib dərmə meydançasında topsuz dayana bilməz. 3 saniyədən artıq topsuz. Amma topla hücum vaxtına kimi. Hücum vaxtı 24 saniyə. Hücum vaxtına kimi. Və yaxud da 14 saniyə. Hücum vaxtı kimi dayana bilər dərmə meydançasında. 5 saniyə. Top out'a çıxdı. 5 saniyə ərzində topu oyuna daxil edilməlidir.
topu özündə tutub saxlaya bilməz 5 saniyədən artıq. Və yaxud da cərimə atışı. Cərimə atışı da 5 saniyə ərzində yerinə yetirilməlidir cərimə atışı. 8 saniyə. 8 saniyə isə bu mənim zonamdır, arxa zonam. Mən 8 saniyə ərzində ön zonaya keçməliyəm. Əgər arxa zonada hansı bir mübahisəli top oldu, qayda pozuntusu baş verdi, onda vaxt dayanır və oyun başlayır, vaxt davam edir. Okay. Vaxt davam edir. Deməli 8 saniyədə 4-cü saniyədə dayananda hansı bir qayda pozuntusu baş verdi, onda mübahisəli topdursa və yaxud da hansı bir qayda pozuntusu baş veribsə, onda vaxt 8 saniyə başlayır qoşulmağa, getməyə ki, sən 8 saniyə ərzində öz meydançandan rəqibin meydançasına keçməlisən. Sən bu baxın zona. Sən öz arxa zonadan ön zonaya keçməlisən. Deməli, iki ayağına, ikisi ilə keçsə, onda sən topu arxaya verə bilmərsən. Zona sayılır. Baxın, tutalım ki, sən iki ayağından da buranı keçdin və sən topu arxaya verə bilmərsən. Amma sənin bir ayağın burada, bir ayağın burada, onda sən arxaya verə bilərsən topu. Çünki onda zona sayılmır. 24 saniyə var. Hücuma verilir 24 saniyə. Baxın, mən arxa zonada top məndədir. Mənə verirlər 24 saniyə, hücuma verilir 24 saniyə. Ki, sən 24 saniyə müddətində top atmalısın səbətə. Sən 24 saniyə müddətində top atılmalı səbətə, top səbətə atıldı və top qayıtdı həmin o komandaya. Onda 14 saniyə vaxt verirlər. Əlavə. 14 saniyə. Hələ ki, belə deyək, bu 24 və 14 saniyə sadə üsulla hələ ki, yadda saxlayın. 5-ci gün isə biraz da bunun başqa bir məsələlərlə bağlı məlumat verəcəm ki, 13-cü saniyə var burada, sonra 14 saniyə davam edir, necə davam edir? O haqda gələn dərs ətraflı məlumat verəcəm. Çünki qarışdırmayaq bunu. Əsas hələ ki, bunu yadda saxlayın ki, hücum vaxtı 24 saniyədir. Növbəti 24 saniyə müddətində top səbətə atılır və qayıdır. Həmin komanda onda əlavə 14 saniyə vaxt verir. Tutalım ki, bunu yadda saxlayın ki, 5 saniyə qayda pozuntusudur, yaxud da 3 saniyə qayda pozuntusu. Orada heç bir cərimə atışı verilmir. Top verilir rəqibə, rəqib yan xəttdən oyunu başlayır. Yan xəttdən. Foullar burada, hansı tipdə foul var? Texniki foul var. Foul bölüyü nədir? Qayda pozuntusudur. Qeyri-idman faulu var, foul var deyək. Qeyri-idman faulu. Var burada ikili foul, fərdi foul, fərdi, şəxsi fərdi foul. Diskvalifikasiya foulu var. Diskvalifikasiya. Var bir də komanda foul. Komanda foul. Texniki foula keçək. Texniki foul biz bilirik ki, nədir? Kontaktsız qayda pozuntusu baş verəndə olur nə? Texniki foul. Texniki foul edilən zamanı istənilən oyunçu bu cərimə atışını ata bilər. İstənilən oyunçu gəlir, cərimə atışını atır. Və neçə cərimə atışı atılır? Texniki foulda bir cərimə atışı. Bir cərimə atışı.
bir cərimə atışı atılır. Və cərimə atışı atılandan sonra oyun necə başlanılır? Harada qayda pozuntusu baş vermişdirsə, oradan oyun başlanılır. Harada? Tutalım ki, burada qayda pozuntusu baş veribsə, bunun yandan oyun başlanılır. Yan xəttdən başlanır. Harada qayda pozuntusu baş verirsə, o tərəfdən yandan başlanılır oyun. İkinci texniki foul edildisə, onda yenə top səbəti atılır və oyunçu diskvalifikasiya olunur, uzaqlaşdırılır, xaric edilir oyunçu oyundan. Çünki iki texniki foul edildisə, oyunçu oyundan xaric edilir. Qeyri-idman faul. Biz bilirik ki, qeyri-idman faul nədir? Bilərəkdən kontaktla, gəlir əlinə vurur, hansısa kontaktla bilərəkdən qeyri-idman faul olur. Aqressiv hərəkət göstərir. Bu adlanır nə? Qeyri-idman faul. Qeyri-idman faulu ediləndə adətən U-foul deyirlər. Qeyri-idman faulunu U-foul deyirlər. U-foul. Edildisə, onda bir qeyri-idman faul edildisə, neçə cərimə atışı atılır? 2 cərimə atışı. Deməli, gəlir, onun üçün 2 cərimə atışı atır. Əgər ikinci cərimə atışı ikinci U-foul edildisə, qeyri-idman faul edildisə, yenə gəlir, 2 cərimə atışı rəqib atır və oyunçu oyundan xaric edilir, diskvalifikasiya edilir, xaric edilir. Və oyun necə başlanılır? Oyun da başlanılır, ön zonada hakim masası ilə hakim masasının əks tərəfindən oyun başlayır. Tutalım ki, hakim masası buradadır. Buradan da başlayırlar yan xəttdən. Deməli, qeyri-idman faul edilən zaman buradan başlayırlar. Hakim masasına üzbəyiz tərəfdən, ön zonada. Rəqibin zonası tərəfindən başlanır. Bu fauldur. Keçək indi fərdi fauldan. Fərdi faul budur ki, şəxsi faul. Şəxsi fərdi faul. Bilməyərəkdən kontaktı qayda pozuntusu baş verir. Bilməyərək. Bloklanıb, bir aqressiv hərəkət olmayıb. Amma kontakt nə olub? Aqressiya yoxdur. Onda fərdi faul. Komanda fərdi faul etsə, 5 fərdi faul etsə, həmin oyunçu 5 fərdi faul etsə, oyundan nə edilir? Xaric edilir. Xaric edilir. Fərdi atış zamanı olmayıbsa fərdi faul. Tutalım ki, mən topu səbətə atıram, yox. Atış zamanı fərdi faul olmayıbsa, harada qayda pozuntusu baş veribsə, onu o tərəfdən, yan xəttdən top oyuna daxil edilir. Yan xəttdən. Amma atış zamanı baş veribsə, baxın, mən topu atıram səbətə və gəlir burada rəqib mənə qarşı faul edir. Aqressiv hərəkət etmir, amma kontaktlı faul edir. Çünki qayda pozuntusu edir, amma kontaktlı. Onda top səbətdən keçsə, bu şəxsi faul da. Onda həm də qeyri-idman faulundadır. Qeyri-idman faulu biz bilirik ki, aqressiya var. Qeyri-idman faulunda da, şəxsi faulunda da atış zamanı qayda pozuntusu baş veribsə, onda top səbətdən keçsə 3 hal verilir, üzərinə 1 cərimə atışı. Deməli, 675-in xaricdən top səbətə atılanda neçə hal verilir? 3 hal. Amma 675-in daxilindən 2 hal. 3 hal, 2 hal. Hətta xəttin üzərindən də atılsa 2 hal verilir. 2 hal. Deməli, burada faul baş verir atış zamanı. Həm qeyri-idman faulunda, həm də şəxsi faul atış zamanı. Və top səbətdən deməli, keçdi, 3 hal sayılır, 1 cərimə atışı atılır. Gəlir, 1 cərimə atışı atılır. Top səbətdən keçməsə, 3 cərimə atışı atılır. Gəlir, 1, 2, 3 cərimə atışı atılır. 13 cərimə. Qeyri-idman faulunda kimə qarşı qayda pozuntusu baş veribsə, həmin oyunçu
cərimə atışını atır. Və cərimə atışında tutalım ki, həmin oyunçu ata bilmir, zədələnibsə, onu əvəz edilən oyunçu gəlib atır. Hakim icazəsi ilə 15 saniyə ərzində oyunçu dəyişikliyi baş verir və cərimə atışını kim onu əvəz edibsə, o gəlir cərimə atışını atır. Həmin oyunçu, əvəz edilən oyunçu. İndi daxilinə baxaq. Daxilində də tutalım ki, mən atıram, kimsə gəlir, qayda pozuntusu edir mənə qarşı. Kontaktı və yaxud da qeyri-idman faalını. Sizdə də hallar eynidir. Mən top atıram səbətə və faul baş verir. Top səbətdən keçsə 2 xal sayılır, üzərinə 1 cərimə atışı atılır. Top səbətdən keçməsə, onda 2 cərimə atışı atılır. 2 cərimə atışı atılır. Bunu mütləq yadda saxlayın. Hətta xəttin üzərindədir. İmtahana keçən sual düşmüşdü ki, xəttin üzərindən 675-li qovsun üzərinə top səbət atılır və ya faul baş verir. Top səbətdən keçsə, hakimin qərarı. Top səbətdən keçsə, 2 xal sayılır, 1 cərimə atışı. İmtahan sualıdır bu, keçən ilki. İndi, əgər oyuncu bilməyərəkdən öz səbətinə basket etsə, bilməyərəkdən hal sayılır. Rəqib komandaya, rəqib kapitandan 2 xal verilir. 2 xal. Amma bilərəkdən atsa, hal verilmir. Heç bir basket verilmir. Bilərəkdən atsa. Video monitora gidib baxırlar və təhlil edirlər. Bilərəkdən atıb, yoxsa bilməyərəkdən atıb. Bir komandanın heyətində 12 oyuncu olmalıdır. Bu 12 oyuncusunun 5-i əsasdır, 7-si ehtiyatdır. Oyun başlamamışdan əvvəl 5 nəfər olmalıdır. Əgər 5 nəfər yoxdursa, onda məğlubiyyətdir. 15 dəqiqə gözləyirlər və 5 nəfər yoxdur, məğlubiyyət. Onda hesab yazılır 20-0 protokolda. Məğlubdur. Oyuncu dəyişiyinə məhdudiyyət yoxdur, nə istəsən oyuncu dəyişikliyi edə bilərsən. Oyun gedə-gedə 2 oyuncu minimum olsa, oyun davam edir. Amma bir oyuncu qalsa, məğlubiyyətdir. Tutalım ki, A komandası və B komandası yarışır. A komandası 20, B komandası 15. Və B komandasında deyək, burada bir oyuncu qalır. A komandası qalib gəlir. Onda hesab necədirsə, eyni qalır. Amma B komandasına bir xal verilir. Qalibə ümumiyyətlə, baxın, qalibə verirlər 2 xal, məğluba 1 xal. 1 xal. Amma protokolda hesab necədirsə elə qalır. B komandası deyə, A komandasında bir oyuncu qalır, B komandası arxadadır, qalib gəlir, amma hesabda arxadadır. Onda hesab necə yazılır? 2-0. B komandasının xeyrinə yazılır. Protokolda. Yenə qalibə verirlər 2 xal, məğluba 1 xal. Oyunda əgər aşkar etsələr ki, başqa bir oyuncu mənim əvəzimə, tutalım ki, Əlifsət müəllim girib. Onda nə olur? Lipadır bu. Onda hesab 20-0-dan bitir. Məğluba 0 xal verirlər. 1 xal verilir. Çünki lipa var burada. Olmaz. Protokol bu. Protokolda yazılır. Protokolda yazırlar. 2-0, 20-0. Protokolda. Bu oldu oyuncular. Bir də oyuncuların nömrələnməsi 1-dən 99-a kimidir.
1-dən 99-a kimi onun nömrələnməsi konuslar. Dedik qalibə verirlər. Neçə xal? 2 xal. Məğluba 1 xal. 1 xal. Bunu avtomatik yadda saxlayın. Qalib və məğlub. Xalların verilməsidir. Belə bir məsələ düşsək ki, tutalım ki, 15 xalı minimum 15 yox 16 xalı. 16 xalı minimum neçə oyunu toplamaq olar? Minimum deyəndə. Minimum deyəndə onda sən bunu neçə bölürsən? Maksimum xalına. Maksimum xal da qalibin xalıdır. Qalibin xalı burada neçədir? 2. Deməli, sən bunu bölürsən 2-yə. Deməli, minimum neçə oyun qalib gəlir? Deməli, 8 oyun. Minimum. Desək ki, 16 xalı minimum neçə oyunu toplayır? Onda toplu neçə? 8 oyuna. Desək ki, 10 xalı maksimum neçə oyunu toplayır? Maksimum. Maksimum deyəndə sən bölürsən nəyə xalına? Məğlubun xalına. Minimuma, məğlubun. Məğlubun xalına. Deməli, onu bölürsən neçə? 1-ə. Neçədir? 10. Deməli, maksimum deyəndə minimuma bölürsən. Minimum deyəndə maksimum bölürsən. Qalibin xalına, bu da məğlubun xalına. Ahmed müəllim, üzr istəyirəm. O bir də deyə bilərsiniz. Baxın, deyir ki, minimum budur ki, sən nə qədər qalib gəlmişsən? 16 xalı minimum neçə oyun toplayırsan? Minimum deyəndə sən qalibin xalına bölürsən. Maksimum deyəndə sən minimum xalına bölürsən ki, məğlubun xalına. 16 xal deyir, neçə oyunu toplamaq olar? Deməli, 16 bölürsən 2-yə. Qalibin xalına, minimum. Onda 8 oyunu. Desək ki, 10 xalı maksimum neçə oyunu toplamaq olar? Onda sən bölürsən bunu məğlubun xalına. Onu bölürsən 1-ə, 10. Hələ ki, bura kimi kifayətdir. 5-ci gündə indi dediklərimi təkrar edərik və 5-ci gün davam edərik. Basketbolun qaydaları var. Hələ ki, biraz yüngüldən başlayaq ki, biraz gedək çətinləşdirək, bu dərinliyə gedək. Biraz yüngül bilin, bunu mənimsəyin. Sonra 5-ci gün sizə testi verəcəm, işləyəsiniz. 2-ci gün bunun cavabını biz yoxlayacaq bunları testləri. Çünki basketbol böyük bir mövzudur. Bunun hamısını birdən vermək düzgün deyil. Bunun əsas budur ki, mənimsəyəsiz, başa düşəsiniz. Biraz yüngül deyirəm ki, ürkməyəsiniz. Bəli, müəllim, hələ yüngülüdür bu. Biraz dərinliyi də var basketbolun. O 14 ilə bağlı. Bəli. Bu testlərin hamısı sizin yazdığınız kitabınızda. Deməli, bəli, testlər var. Bu kitabla bağlı deyirsiniz, müəllimə. Alacağım.